Bismillahirrahmanirrahim və nəstəin. Belə bir sual var. Bir insan abdestli olduqdan sonra bu abdestlə neçə namaz qıla bilər? Bir abdestlə insan 5 vaxt namazı da qıla bilər. Digər nafilə ibadətlər də edə bilər və gecə namazı da qıla bilər. Yəni də abdesti pozacaq amillər olmadığı müddətcə nə olar? Bir abdestlə sən bir neçə namazı qıla bilərsən. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu öz həyatında nə etmişdi? Eyni şəkildə etmişdir. Yəni, hətta Ömər radiyallahu anh da soruşmuş Peyğəmbər sallallahu aleyhi və səlləm, belə bir abdestlə bir neçə namazın qılınması Peyğəmbər sallallahu aleyhi və səlləm ona olumlu cavab vermişdir. Bəli, qılına bilər. Yəni, Peyğəmbərimiz bunu etmişdir. Hər vaxt abdest almışdı və həmçinin hər namaz üçün deyil, bir dəfə abdest alır, bir abdestlə də fərqli namazlar da qılmışdı Allahın izniyle. Yəni, dolayısıyla bir insan abdesti pozacaq, hər hansı bir amil olmadan, abdestin pozacaqlarından birisi olmadığı müddətcə bir abdestlə bir neçə namaz qılması heç bir sakınca yoxdur. Aynı zamanda, gecə işə namazını qılıb, təzələndən məsələn, saat 2-3 oldu, hansı səbəbdən dolayı yatmadı və onunla da təheccüd namazı qılmasında hər hansı bir sakınca yoxdur, qıla bilər inşallah.